Mən dəfələrlə deyirəm, hamı mənə diqqətlə qulaq assın. Məni qəbul eləməsən də, mən pis adam da olsam kiminsə nəzərində, amma mən bu danışdığım sözlərimə cavab deyəm. Mənim bu sözlərim uzun mütaliələrin, təhlillərin nəticəsidir. Mən özüm bu sözlərə əməl eləməsəm də, eşidib əməl eləyənlər çox qazanacaqlar. İşlərinizi kənara qoyun, düşünün və mənim sözlərim üzərində düşünün. Məni dinləyən adamların hər biri özünə sual versin. Mənim arzularımın səviyyəsi necədir? Nə istəyirəm mən? Arzularım nədən ibarətdir? Hansı səviyyədəyəm mən? Arzularım nədir? Nə istəyirəm? Nə arzulayıram? İşinin qiyməti himməti qədərdir. Himmət nədir? Himmət yəni məqsədi nədir həyatda? Qiyməti də o qədər. Nə üçün çalışır, vurnuxur, qiyməti də o qədər.